Salam, hörmətli izləyicilərimiz, xoş gördüm sizləri. Bugün Masazır qəsəbəsində gözəl bir, demək olar 80% əşyalı satılan qanuni 2 otaq mənzil təqdim edirəm sizlərə. Masazır qəsəbəsində yerləşir. Əsas prospekt yolun kənarında 9 mərtəbəli binanın ikinci mərtəbəsində. Gözəl bir təmirli qanuni 2 otaq 68 kvadrat yarım yaşayış sahəsindən ibarətdir. Demək olar 80% əşyalı satılır. Mənzilimiz balkonu var, binada qaz var. Kupçalı mənzildir. 68 yarım kvadrat var. Qanuni 2 otaq. Bu gördüyünüz sahə hardasa 28 kvadrata yaxın sahə evimizin salon hissəsi. Hər bir şərait var. Yaşayışlı mənzil, yaşayışlı evdir. Qanuni 2 otaq. Bu mənzilimizin salon hissəsi kondisioner də mövcuddur. Bu hol hissəsidir. Böyük hol hissəsi var. Girişə çıxışa mane olan heç bir şey yoxdur. Bu mənzilin giriş qapı hissəsi. Modemi var, interneti var. Burada evimizin böyle gözəl belə membran dəst. Mətbəx mebeli var. Mətbəx, yataq otağı salondan ibarətdir. Ayrıca mətbəx, hər bir otağa da, mətbəxə də pəncərə düşür. Qanuni 2 otaq. Bir salon, bir yataq otağı, bir mətbəx, sanitar qovşaq və bir balkondan ibarət. Mebellərimiz də qalır. Demək olar 80-90% əşya mənzilin içində qalacaq. Binada qaz var, qoşa liftimiz var. Çox gözəl əlverişli yerdə yerləşir. Qarşısında dayanacaq böyük mega market yerləşir. Kupçalı mənzildir. Hörmətli izləyicilərimiz, çox gözəl qanuni 2 otaq mənzil. Qiymət 105.000 manatdan təklif olunur. Real müştəri olsa yenə də qiymətdə endirim olunacaq. Bu da mənzilimizin həm sanitar qovşaq, həm hamam otağı. Qəşəng təmirli, asma tavan, döşəmə isitməli, evin istilik sistemi kombi xətti ilə həyata keçirilir. Hörmətli izləyicilərimiz, hazır yaşayışlı bina. Bina demək olar ki, tam yaşayışlı binadır. Masazırda sayılıb seçilen binalardan biridir. Adla tanınan bina. Yeni xatırladım. 68 kvadrat yarım qanuni 2 otaq mənzil. Demək olar ki, əşyaların 80-90%-i mənzildə qalacaq. Sadəcə çıxan şəxsi əşyalar olacaq. Qiymət 105.000 manat. Real müştəri olsa qiymətdə endirim olunacaq. Qiymət bu ərazi üçün, bu bina üçün normal, bu kvadrat üçün, bu mənzil üçün normal qiymətdir. Kim bu evin arzusundadırsa buyursun videoda qeyd olunan nömrə ilə əlaqə saxlasın. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.